Deməli, 2020-nin qəbuluna düşmüş ən maraqlı suallardan biri bu sual idi. Yazıb ki, 40-cı sual. Verilmiş nümunədə altından xətt çəkilmiş sözləri ardıcıl olaraq hansı sözlərlə əvəz etsək cümlə üzvlərinin ifadə vasitəsi dəyişməz. Cümlə üzvünün ifadə vasitəsi deməli burada bu gün zərfdir. Məktəblilər isimdir. Deməli, klubda isimdir. Deməli, zərf, isim. Gəlin baxaq. Sonralar gənclər, gənc sifətdir. A variantı getdi. İkinci bizdə isim olmalı idi. Dünən uşaqlar məktəbdə idi. Dünən zərf, uşaqlar isim, məktəbdə isim. B-dir. Düzgün cavabımız C-yə baxaq. Səhər zərfdir, düzdür. Tələbələr isimdir, düzdür. Akt zalı bizə deyir ki, hansı sözlərlə? Akt zalı söz birləşməsidir. Ona görə C-də getdi. Çox adam üçün maraqlı qalmışdı ki, akt zalı da isimdir də. Axşam 11-cilər, bax burada ikinci söz isim olmalıydı da 11-ci saydı, bu da getdi. Ayın 3-ü şagirdlər parkda görür. Bax burada da fikirləşirlər ki, şagirdlər isimdir, park isimdir, amma ayın 3-ü söz birləşməsidir. Ona görə E variantı da olmaz. Deməli testimizin düzgün cavabı B variantıdır. Yəni bu sual haqqında fikirləriniz olsa yorumlarda qeyd edə bilərsiniz.